Belə tipli tapşırıqlar həll etməkdən ötürü dərəcələrini eyniləşdirmək lazımdır. Kökün dərəcələrini. Bunun üçün deməli 18-dirsə, mən əgər 6-nı 3-ə vursam 18 eləyir. Bu 2-nin üstündə də 1 var. 1-i də 3-ə vursam, deməli onlar eyni bayaqki ifadəyə bərabər ifadə. Burada da yazıram 18-ci dərəcədən kök altında 2 üstü 1-i də 3-ə vururam 3 çıxılsın 18-ci dərəcədən kök altında 12 bərabərdir. Bu eləyir 18-ci dərəcədən 2 üstü 3 8 eləyir. 2 üstü 3 8 eləyir. Çıxılsın 18-ci dərəcədən 12. Kiçik ədəddən də böyük ədəd çıxanda qalır mənfi. Deməli, birinci oldu mənfi. İndi B variantına baxaq. Burada deməli, birinci 2-nin üstündə bir dənə kök var. 5-ci dərəcədən deməli 2 üstü bunun 5-də 1 kimi yaza bilərəm. İkinci 2-nin üstündə 2 dənə kök var. Biri 3, biri 5-ci dərəcə olduğuna görə bunu da yaza bilərəm. 2 üstü 3-ü 5-ə vuranda 15-də 1 çıxılsın. 6 üstü 10-da 1 də bu eləyir. Bərabərdir. Burada 2-ni yazıb üstləri toplasam, onlar 2-nin üstündə 15'də 3'dür. Bu da 15'də 1'dir. Yəni 15'də 4 yaza bilərəm. 15'də 4. Çıxılsın. 6'nın üstündə də 10'da 1 var. İndi biri 15'dir, biri 10'dur. Bunlara ortaq məxrəc 30 gətirsəm, onlar 2'nin üstündə 30'da 2'yə vurmuşamsa 8. Çıxılsın. 6'nın üstündə 30'da 3. İndi bunları da eyniləşdirmək lazımdır. Eyniləşdirmək üçün, məsəl üçün 30'da 1 yaza bilərəm. 30'da 1 yazmaq üçün də yaza bilərəm ki, 2'nin üstündə 8, üstündə 30'da 1 çıxılsın. 6'nın üstündə 3, üstündə də yenə 30'da 1. Deməli, burada 8'i 30'da 1'ə vuranda 30'da 8 eləyir. 3'ü də 30'da 1'ə vuranda 30'da 3 eləyir. Onda bu da eləyir. 2 üstü 8 eləyir. 256 üstü 30'da 1 çıxılsın. 216 üstü 30'da 1. Böyükdən də kiçik çıxanda böyükdə 0 qalır. Deməli, bizim axtardığımız variant B variantıdır. Digərlərini yoxlamağa ehtiyac yoxdur. Bu qədər, sağ olun.